Salam əziz müəllimlər və şagirdlər. Mən Nərmin müəllim. Bu gündən etibarən YouTube kanalımda kimya test toplusundan hər bölmə üzrə bir və ya bir neçə çətin tipli test tapşırığının həllini paylaşacağam. Elə isə başlayaq 104-cü sualdan. Bu sual kimyanın ilk anlayışları bölməsində olan sualdır. Əvvəlcə bunu deyim ki, bu tipli məsələlərdən əsasən biz fikirləşməliyik ki, bu maddələri sanki ələkdən keçirilmiş kimi baxmalıyıq. Burada əsas məqsəd hər addımda yalnız bir maddəni ayırıb kənarlaşdırmaqdan ibarətdir. Biz cədvəli təhlil etsək görərik ki, birinci həlledicidə X maddəsi və Y maddəsi həll olur, Z maddəsi həll olmur. İkinci həlledicidə X və Z həll olmur, Y həll olur. Üçüncü həlledicidə isə yalnız Z maddəsi həll olur, yəni X və Y maddələri həll olmur. Və bizə elə bir həlledici lazımdır ki, bu üç maddədən yalnız biri həll olsun. Cədvələ baxdıqda görə bilərik ki, üçüncü həlledicini biz ilk olaraq götürsək, bu zaman Z maddəsi həll olacaq və məhlula keçəcək. X və Y isə çöküntü şəklində qalacaq və biz bu çöküntünü məhluldan süzərək ayırarıq. Əvvəlcə 3 maddəsini götürsək, 3 məhlulunu götürsək həlledici kimi. Daha sonra biz nəyə baxmalıyıq? Bizdə Z maddəsi məhlula keçəcək, yerdə isə X və Y çöküntü şəklində qalacaq və bizə elə bir maddə lazımdır ki, X və ya Y-dən birini həll etsin. X-in və ya Y-in həll olduğu burada birinci həlledici ilə qarışdırsaq görərik ki, həm X, həm Y həll olar. Amma biz ikinci həlledicini götürsək görərik ki, ikinci həlledicidə yalnız Y maddəsi həll olur. X maddəsi isə həll olmur. O zaman növbəti dəfə ikinci həlledicini götürərik və bu zaman Y maddəsi həll olar və məhlula keçər. Çöküntü şəklində isə X maddəsi qalar. Bu sualın doğru cavabı A variantı olacaq. Əvvəlcə Z maddəsi ayrılacaq. Daha sonra Y maddəsi ayrılacaq. Sonda isə qabda X maddəsi qalacaqdır. Əgər izahı bəyəndinizsə, videonu bəyənməyi və YouTube kanalıma abunə olmağı unutmayın. Növbəti izahlarda görüşənədək çox sağ olun.